Üçüncü sinif qrafik redaktor, Paint proqramı. Qrafik redaktor dedikdə biz aşağı siniflərdə həm mətn redaktoru sözü, həm də qrafik redaktoru sözü işlədirdik. Mətn redaktoru deyiləndə, yəni burada adından görünsəndiyi kimi mətn yazmaqdan söhbət gedir. Qrafik redaktor deyiləndə isə qrafik təsvirlərin yaradılmasından söhbət gedir. Qrafik redaktorda təsvir yaratmaq üçün bizim ağlımıza ilk gələn proqram Paint proqramı olur. Paint proqramının simgəsini qoşa çıxıldadırıq və nəticədə Paint proqramı açılır. Paint proqramında müxtəlif pəncərə, iş pəncərəsi müxtəlif hissələrə bölünür. Belə deyək ki, burada bu hissəyə deyilir iş sahəsi, yəni hansı ki biz işimizi burada görəcəyik, yəni təsviri burada yaradacağıq. Yuxarıya deyilir menyu zolağı, digər hissəyə bura adlanır alətlər zolağı, bu hissə isə rənglər qutusu yaxud palitra adlanır. Təsvir yaradarkən Paint proqramında vərəqimizin ölçüsünə də diqqət etməliyik. Yəni vərəqimiz ya mənzərə formasında, yaxud portret formasında ola bilər. Bunun üçün adətən biz bilirik ki, printerdən çap zamanı bizə A4 formatından istifadə olunur. Biz vərəqin ölçülərini nizamlamaqdan ötəri, deməli, print, buradan page setup komandasını, yəni sıxdıqda belə bir pəncərə açılacaqdır. Hansı ki biz buradan vərəqimizin istiqamətini nizamlaya bilərik. Hal-hazırda gördüyünüz kimi mənzərə forması, landscape forması seçilib, amma biz istəsək bunu portret formasına dəyişdirmiş olarıq. Əgər biz portret formasını seçmək variantını sıxsaq, bu zaman gördüyünüz kimi vərəqin istiqaməti başqa bir formanı alacaqdır. Bu da təsvirin yaradılmasına, bu cür yaradılmasına imkan verir. Yəni adından da gördüyü kimi biz bilirik ki, portret formasındakı təsvirlər demək ki, belə uzuna formasında olur. Landscape, mənzərə formasındakı təsvirlər isə eninə olur. Ona görə eninə olur ki, yəni ətrafa daha çox mənzərə təsviri vermək imkanını yaradır. İkinci növbədə də biz fikir verməliyik ki, bizim vərəqimizin ölçüsü A4 formatında olsun, hansı ki, hal-hazırda burada A4 formatı da seçilib.